Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Son günlər bütün cəbhə boyu atəşkəsin ermənilər tərəfindən dəfələrlə pozulması qeydə alınıb. Müdafiə Nazirliyi qarşı tərəfin təxribat xarakterli cəhdlərinin qarşısını almaq və düşməni susturmaq üçün təmas xəttindəki qoşunlarımızı döyüş hazırlığı vəziyyətinə gətirib. Xəbər verilir ki, hər gün axşam saatlarından intensivləşməyə başlayan atışma bəzən səhər saatlarına qədər davam edir. Atəşkəsin daha çox pozulduğu ərazilərdən biri isə Tovuzun Əlibəyli kəndidir. Kənd sakinlərinin dediyinə görə artıq 4 gündür ki, atəşkəsin pozulması daha da intensivləşib. Təxminən saat 9 radələrində qarşı tərəfdən açılan atəş nəticəsində Ruhiyyə Hüseynova yaralanıb. Bacısının dediyinə görə həmin vaxt Ruhiyyə Hüseynova və bacıları qonşuya getmək üçün evdən çıxmağa hazırlaşırmış. Daha sonra xəstəxanaya yerləşdirilən Ruhiyyə Hüseynovanın vəziyyəti stabildir. Əlibəyli kəndində yerləşən digər evlər də atışmalardan xeyli ziyan çəkib. Erməni silahlı qüvvələrinin təmas xəttindəki təxribatları Azərbaycan ordusu tərəfindən hər an olduğu kimi ötən gündə cavabsız qalmayıb. Hərbiçilərimizin sayıqlığı nəticəsində düşmən susturulub və öz layiqli cavabını alıb. Düşmən tərəfinin texnikasının məhv edildiyi də təsdiqlənib. Balaca Ramin isə ermənilərin bu təxribatına heç bir əhəmiyyət vermir. Evə və həyətə tökülən güllələri toplayıb oyuncaq kimi istifadə edən Ramin hərəkətləri ilə sanki bu hadisələrə məhəl qoymadığını nümayiş etdirir. Hər zaman müharibəyə hazır olduqlarını deyən kənd sakinləri nə olursa olsun geriyə bir addım da atan olmadıqlarını deyirlər. Əsgərlərimizlə bərabər Əlibəyli kişiləri hər an vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Evlərə dəyən güllələr iri çaplı silahlardan atılan güllələrin izlərinə bənzəyir. Həyətlərdə tapılan və evin divarlarında ilişib qalan güllələr də kəndə iri çaplı silahlardan atəş açıldığını deməyə imkan verir. Bəziləri təxribatdan təşvişə düşsə də Məryəm nənə üzünü düşmənə tutub mikrofonumuza danışır. Məryəm nənəni bizimlə söhbət edən zaman erməni postları açıq-aşkar görünürdü. Lakin görünür, nənə üçün bunun heç bir əhəmiyyəti yox idi. Çünki bura onun vətəni, torpağı və evidir.